Orta qiymət götürəndə 30-40 manatdır bunun dəyişilməsi, amma biz onu pulsuz edirik. Tutaq ki, 800-900 min manatdırsa, tək qranatın biz onu dəyişirik 200 manata, 250 manata. Pulnik alana quraşdırma pulsuzdur. Texaco Havaline bu bir Chevron markasıdır. Azərbaycanda rəsmi distributor LVM şirkətidir. Dəyərli izləyicilər, salamlayırıq hər birinizi Avtotəmir Live efirindən və hal-hazırda bizim peşəkar ustamız Avtotəmir.az saytının üzvü SAS Motors Avtoqranat Mərkəzinin baş ustası Agil Usta yanımızdadır. Agil Usta, xoş gəlmişsiniz. Xoş gördük. Axşamınız xeyir olsun. Hər kəs salamlayırıq. Yollarda uğurlar. Qranat və kardan sistemindən müğayyət olun ki, yolda qalmayasınız. 100% də deməsən belə %90% sürücülər tanıyır sizi. Bunu nəyə görə deyirəm? Elə səni görəndə o artıq ağılda o canlanır, qranat canlanır, kardan canlanır. Maşallah o qədər köklü bu işdəyik də. Biz bu işi yaradanlardanıq. Saşadan sonra da mənəm. Yəni inşallah ki, daha da böyüdürük, daha da inkişaf elətdiririk. Baxın, qranat və kardan sistemi ilə bağlı bizə həqiqətən çox suallar gəlir. Biz də təbii ki, sizi SAS Motorsa yönləndiririk. Bir mərkəz düşünün ki, bilirəm, sürücülərin məlumatı var, amma düşünün ki, burada təmir, alışı, satışı, zəmanəti şəkildə yerinə yetirilməsi, məsələn, Agil Usta buna çox diqqət eləyir. Kampanyaların olması, yəni sürücülər tərəfindən düşünür ki, onlar da çox əziyyət çəkməsinlər, çox, belə deyək də, pulları çox çıxmasın, amma problem həll olunsun. Yox, biz demək olar ki, 1-2 aydan bir, 3 aydan bir kampaniya eləyirəm mən. Filiallarda olur da kampaniyalar. Məsələn, bu ayın kampaniyası Sumqayıt filialına aiddir. Demək olar ki, qiymətlərdə çox fərq var da, ən azından 30-40 manat fərq var. Məsələn, orada var pulnik alana quraşdırma pulsuzdur. Burada demək olar ki, indi orta qiymət götürəndə 30-40 manatdır bunun dəyişilməsi, amma biz onu pulsuz edirik. Gəlin belə deyək də, mən məlumat verim sürücülərimizə, yəni bu kampaniyadan yararlana bilərsiniz. Yalnız Sumqayıt filialında, yəni bu keçərlidir. Bəli. Sumqayıt filialında deməli bir aylıq kampaniya, iç qranatların təmiri 100 manatdan 70 manat endirilib. Kardan balansı, quraşdırılma daxil 140 manatdan 99 manat endirilib. Qranat, kardan daxil olmaqla bütün işlə hissələrin yoxlanışı pulsuzdur. Əvvəl 30 manat idi. Qoruyucu pulnik alana quraşdırılma 30 manat idi əvvəl. İndi bu kampaniyadan istifadə edib pulsuz yerinə yetirə bilərsiniz. Kampaniyanın müddəti bir daha da qeyd edirəm, 1 aydır. Görülən bütün işlərə tam yazılı da zəmanət verilir. Yalnız Sumqayıt filialında bu keçərlidir. Bütün detallara, bütün hər bir şeyə bir dənə pulnikdən savayı, yəni qoruyucu pulnikdən savayı. Niyə? O da ki, olur da moykada naporu yaxından tuturlar, cırılır. Nəsə dəyir, nəsə məftil olsun falan, orası burası olur. O da qranatı sıradan çıxardır. Yəni pulnikə bizdə yazılı zəmanət kitabçasında var ki, pulnikə zəmanət verilmir. Bəli. Yəni bu sizdən asılı olan bir şey deyil də. Yox, bu rezin olan bir şeydir. Yəni bu elə bir şey, onun içində yağ olur. Məsələn, biz də müştərilərə deyirik ki, qranat düzəldi, 2 aydan bir, 3 aydan bir gəlin, yoxlayaq, pulsuzdur zaten. Yoxlayaq, baxa görə pulnik cırılmayıbsa, normaldırsa sürün getsin. Yəni cırılıbsa bu, artıq ona da ziyandır. Gələcək, məsəl üçün pulnik cırılıb, zəmanət itir. Bəli. Tamam. Yəni ona görə də vaxtında gəlsin, yoxlayaq, heç onun elə bir vaxta gedmir. Yəni 15-20 dəqiqəlik vaxt gedir orada. Yoxlayaq, arxayın o da olsun, bizdə olar. Ödənişsiz, bunu mən qeyd edim, ödənişsiz yoxlatdıra bilirsiniz. Bu bir aya daxil deyil ha, ödənişsiz yoxlatdırmaq ümumiyyətlə. Yox, həmişə var. Həmişə var. Həmişə var. Mən hər ehtimala qarşı Sumqayıt filialında nömrəsini səsləndirim. Bu kampaniyaya qoşulmaq istəyənlər, kampaniyadan yararlanmaq istəyənlər 077 302 30 36 077 302 30 36 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Qranat və kardan sistemi ilə bağlı sürücülərin maarifləndirmə adına biz qranat və kardan sistemini necə qoruya bilərik? Ümumiyyətlə qranat və kardanın qranatın düşməni nədir? Qranatın düşməni, kardanın düşməni yerindən riski birdən avtomobili idarə etmək, tərpətmək. Yəni bu güc düşür qranata da, kardana da. Yəni bir də əsas bayaq dediyim kimi qoruyucu pulniklərə nəzarət etmək lazımdır. Artıq orada bir iynə ucu boyda bir deşik olanda o nasos kimi də dartır o suyu içinə, torpaq girir, su girir, yavaş-yavaş sıradan çıxır qranat. Yəni vaxtında məsələn pulnik dəyişəcəksək 50 manata məsələn, sonradan bu fəsad olur, gəlir çıxır 200 manata, 300 manata, 500 manata kimi. Yəni bunlara nəzarət eləmək lazımdır ki, biz siz necədir? Müştərilərə deyirsiniz ki, gəlin yoxlayaq, baxaq.
elə bilirlər ki, nəyəsə görə deyirsən də, məsələn, kampaniyadır, qardaş, gəl yoxlayaq, baxaq, vaxtında görə 50 manat xərcin çıxacaq. Yoxsa gələcəksən 1 aydan sonra, 2 aydan sonra 500 manat, 300 manat, 200 manat xərcin çıxacaq. Yəni, bu, onlara olan, yəni, güzəşt deyək də belə bir şeydir. Yəni, vaxtında gəlsinlər, vaxtını yoxlayaq. Sonra kardan sistemi, qranat sistemi ümumiyyətlə müasir avtomobillərdə necədir? İndi biz bilirik, yavaş-yavaş detallar zəifləyir, zərifləşir, əvvəlki dözümlülük qalmayıb avtomobillərdə. Qranat kardanda da demək olar ki, bu gələn avtomobillərin belə deyək də 50-60%-i son model avtomobillərdir. Ən axırıncı illərdə buraxılan avtomobillərdir. Detallar çox zəifdir. Yəni düzdür, indi qarantiya verirlər falan olur, amma yenə də detallarda zəiflik çoxdur. Yəni, necə deyək, o illərə baxanda bu illərin avtomobilləri çox zəifdir, detallar. Mən öz sahibimdən danışıram, qranat, kardan sistemindən danışıram. Bəyəndiyin qranat sistemi var bəs avtomobil marka modeli üzərindən? Bəyəndiyim deyəndə ən, belə deyək, dözümlü qranatda, qranat, kardan və bu işlək hissələri, Infinity'lərdə yəni möhkəmdir. Pərviz Usta'nın paylaşımını görmüsən, Infinity'ləri pisləyib ki, pisləməyib, daha doğrusu belə deməyim, indi Pərviz Usta izləyəcək. Yanacaq sistemi yuxarıdır. Qardaş, Infinity FX35 alma özü çox şərtdə gəldi ona. Amma onun qranat və kardan sistemi dözümlüdür. Infinity FX35 mənim özümdə də olub şəxsən. Bəli. 2 ilə yaxın sürmüşəm. Demək olar ki, rasxod olmayıb bu maşının. Amma mən işlək hissələrdən danışıram. Məsələn, məndə nasos problemi falan olmayıb, amma işlək hissələri onların çox dözümlüdür, çox. Yəni, qranatdır, kardandır, şaravoydur, xadavoy sistemidir. Bunlar dözümlüdür onlarda. Bəs ən belə bəyənmədiyin qranat və kardan sisteminə görə avtomobil marka bəyənmədiyim deyilən bir şey yoxdur. Yəni, zəif ola bilər. Zəiflər də ki, gələn avtomobillerin %50-60% gələn Hyundai Kia'lardır. Hyundai Kia'lardır. Yəni, ən çox gələnlər. Toyota, Hyundai, Kia, yəni bu modellər gəlirlər. İndi bir məsələ də var ki, qranatda problem olanda sürücü onu tez hiss eləyir də, onun bir özünə məxsus səsi var. Bəli. O səslə bilir ki, artıq qranat dağılır. Yəni, qranatın səsi, indi şaravoy səsinə də bənzər bir səs olur, Tiago səsinə də bənzər bir səs olur. Dönəndə tak-tak-tak səs gəlirsə, bu qranatın səsidir. O yerindən avtomobili idarə edəndə, götürəndə əsbab olan varsa, çox vaxt patuşka əsbəsi, qranat əsbəsi kimi verir, amma təbii ki, gələcək yoxlayacaq, yəni odursa odur, budursa budur. Kardanın yaratdığı problemlər nədir? Kardanda da titrəmə olur. Kardan titrəməsi, məsələn, sürət, qranatın titrəməsi aşağı sürətdə verir, kardan titrəməsi böyük sürətdə verir. Böyük deyəndə 60, 70, 80 mobiləntinə bildirir. Bizdə də balans aparatı bilirsiniz də, yeni aparatdır, yeni avadanlıqdır, balans eləyirik, ideal. Bütün model kardanları da mən gətirmişəm. Varımdır, ayrı-ayrı qranatlar da var, indi birazdan göstərərəm sizə. Ayrı-ayrı qranatlar da var, kristavinlər var, padvistonlar var, elastislər var, hamısı demək olar var. Yəni, bütöv şəkillərdə kardanlar var. Ən çox kardandan əziyyət çəkən avtomobillər Volkswagen Touareg'dir. Aha. Kardan baxımından. Kardan baxımından. Onların Touareg'lərin qranat sistemi dözümlüdür, amma kardan sistemi biraz zəifdir. Onların kardanda da qranat olur. Demək olar ki, həftədə bir 5 dənə, 6 dənə Touareg kardan gəlir. Touareglərin də kardanlarını bütöv şəkildə mən təp-təzə, üstündə bütün detalları ilə gətirmişəm. Amma belə də ayrı-ayrı detallar da var. Hissə-hissə də təqdim edə bilirsiniz yəni. Bəli, bəli. Zəmanət məsələsində bir artım olmalıdır, deyəsən, elə bilirdim mən, yoxsa necə vəziyyət? Malımıza güvənərək zəmanəti 1 il elədik. Bizdə 6 ay idi zəmanət, bilirsiniz də. Yeni detallara 6 ay idi, 1 il elədik. 10 ay sonra 1 il elədik. Təmirə də ki, 5 ay zəmanətdir. Təmir olunan avtomobil. Qranatda təmir. Əslində ən belə deyək də bəyəndiyim tərəflərdən biri ödənişsiz yoxlamadır. Bu çox gözəl məsələlərdən biridir. Eyni zamanda getdiyiniz məkanda demək olar ki, qranat və kardanla bağlı hər şey var. Yəni elə bir mərkəz düşünün ki, yəni stokda, ambarda həm onun avadanlığı var, kardan balans avadanlığı, həm də gedirsiniz hamısı qarşınızdadır. Bir-bir sizə təqdim edirlər. Yəni bir neçə çeşid göstərirsiniz də əslində, düzdürmü? Yoxsa məsələn tutaq ki, Volkswagen Touareg deyək, indi Touaregdən danışırdıq. Gəldi, bir növ qranat təqdim edirsiniz də ona. Elə bir növ qranatı var, yoxsa necədir orada? Yox, bir növ deyəndə Volkswagen Touareg kardanı bir növ kardandır. O 100%'lıqdır ki, o balansa gedir. Yəni balans olunmalıdır o kardan. Onun üstündə qranat da var, ortasında qranat da var. Qranatı təmir edilir, padviston dəyişilirik, kardan özü də balansa girir, ideal şəkildə verilir. Mən bilirsiniz nəyə soruşmaq istəyirdim? Məsələn,
gedib başqa bir detallar alanda, ta ki şam almağa gedəndə deyirlər ki, bax bu orijinaldır, bu qeyri-orijinaldır, bu firma da orijinala yaxındır. Qranatda da belə bir şeylər var. Biz o qranata baxan kimi, yəni üzdən də baxan kimi görürük ki, bu nə detaldır da. Məsələn, iç qranatlarda elə bir kristalin var ki, içində o iqra işi çox oynamalıdır. Məsələn, bəzi firmalar var ki, o bir tərəfli oynayır deyənə avtomobilə əsmə verir. Baxırsan qranat təzədir, amma işləmə prosesi o deyil. Bu gün həmin söhbətdən 3 dənə avtomobil bizim yanımıza gəlib. Gəliblər hansısa yerdən alıblar qranatı, ucuz olduğuna görə alıblar və təzədən bir ay sürüblər, 15 gün, bir ay sürüblər. Bu gün gəliblər yanımıza ki, vaxtına görə bura gələrdik. Yəni ucuzluğa qaçmaq lazım deyil. Əgər bu garantiya verilirsə, bu mərkəz garantiya varsa, gəlin qardaş, orada ucuzluq da deyəndə ki, orada bizi ilə orada hardasa 40-50 manat fərq var, amma bir il ərzində biz ona cavab deyil. Söhbət bundan gedir. Aydındır. Belə amma üstdən baxanda onu seçmək olmur. Bu gün elə hal-hazırda bu gün 3 nəfər müştəri gəlib ki, bəs getmişəm, almışam. Qranata baxırsan, ağappaq təptəzə qranatdır. Amma problemdir. İşləməsi o deyil yəni. İşləmir. Dəyişdi, başqa öz malımızdan qoyduq. Belə bir orada nəsə detal var ki, belə baxanda seçə bilmək olsun. Yəni sürücüyə kömək yox, çətin məsələdir. Yox, onu sürücü bilməyəcək. Çətin məsələ. Bəli, o çətin məsələdir. Yəni onu biraz izah eləmək lazımdır. Yəni məsələn, orada müştəri orada olanda onu biz izah eləyirik, göstəririk ki, bax, bunun içi belə olmalıdır, amma səndəki belədir. Yəni o düz gəlmir, o titrəmə verəcək avtomobilə. Ustamız detallar gətirir. Usta nə gətirmisən? Bir ədəd kardanın qranatını gətirmişəm. O da nəyə gətirmişəm? Çünki o tək satışı yoxdur. Yalnız bizdədir. Yəni məsələn Suzuki Grand Vitaranın kardanıdır, düzdür? Bu da tapılan bir şey deyil də. Yəni onun tutaq ki 800-900 min manatdırsa, tək qranatın biz onu dəyişirik 200 manata, 250 manata. Detal dəyişir, tək hissəni dəyişir. Tək hissəni dəyişirik. Ay Allah, onu gətirmişsin. Hə, onu da gətirmişəm. Bir də öz adımızla bağlı istehsalımız olub bizim qranat udinitellərdir. Onlar da tək olmur, qranatın üstündə olur, o da bütöv şəkildə olur. Bizdə də münasib qiymətdir. O da elə demək olar ki, 1 il zəmanətdir. Bəlkə də onu artıq da verə bilərəm, zəmanət problem deyil. Yəni o detallar da tapılmayan detallardır. O zaman biz keçək də, baxaq ona, izləyicilərimiz də izləsinlər zəhmət olmasın. Dəyərli izləyicilərimiz, yəni Aqil Usta qeyd etdiyi kimi detallar qarşımızdadır. Aqil Usta, buyurun. Bunlar kardan qranatlardır. Bunun bütöv şəkli olur da, yəni bunun üstündə turbası olur falan, orası, burası. Amma bizdə bunun tək detallar, əsas xarab olan hissəsi də budur, yəni qranatdır. Biz bunları ayrı-ayrı gətirmişik, bütün modelləri varımızdır. Yəni kristalinlər ayrı gəlib, padvistonlar ayrı gəlib, elastik ayrı gəlib, kardan sisteminə aid. Yəni bunların da tək satışı hamısı bizdə var. Yəni bunun ehtiyac yoxdur, bunu bütöv şəkildə dəyişməyə ehtiyac yoxdur. Qranat da həmçinin də, yəni bunlarda da bax, bunun çöl qranatıdır, ayrı satışı var. Palosdur, əyri olanda, avariyada falan olanda əyri, onu düzəltmək olur, həm də ayrı satışı var bunun. Bu amma bütöv şəkildə gəlir, qranatın üstündə gəlir. Burada amma bundan ayrı-ayrı var detalları. Bu da iç qranatlardır. Bunlar da ayrı detallar da var, iç qranatın təmiri də mümkündür bizdə. Yəni bu detalın hansısa birisində problem varsa onu parçalayıb... Onu ayrı-ayrı da dəyişə bilər. Yəni çöl qranat ayrı, pılnik ayrı, palos ayrı, nə bilim, iç qranat ayrı, hamısı ayrı-ayrı detalları var. Naprimер, belə deyək də, bütöv şəkildə bunun qiyməti 600 manatdırsa, tutaq ki da, ayrı-ayrı hissələrlə bunun qiyməti palosu 100 manatdır, pılniki 40 manatdır, belə deyək, çöl qranatı 200 manatdır. Yəni o məcbur deyil ki, onun hamısını gedib 600 manat verib bütöv alasınız da, nə ehtiyac var ki ona? Yəni parçalayıb sizə təqdim edə bilirlər. Bu da ki, öz adımızla istehsal olunur, öz sifarişimizdir, garantiyası da var. 1 il yazılı zəmanət verilir. Perxadniklərdir bunlar, udinitellərdir. Bəli. Yəni bu qranatla karobkanın arasını birləşdirən bir detaldır. Bunlar da tez-tez xarab olan bir detallardır. Bu yeni gəlib, düzdürmü? Yeni gəlib, hardasa 3-4 ay var, 3 ay var. SAS Motorsun öz sifarişindən hazırlanıb, burada da qeyd olunub. Baxın, SAS Motors deyə qeyd olunub. Bu avtoqranat mərkəzinə məxsus bir hissədir, bir detaldır ki, buna görə də sürücülər əziyyət çəkirdilər. Çox əziyyət çəkirdilər. Avtoqranat mərkəzi də bunu düşündü ki, sizə bir faydası dəysin təbii ki. Qranat və kardan sistemi ilə bağlı ümumi olaraq əslində bir çox məsələyə toxunduq. Detalları da izləyicilərimiz izlədilər. Sualları olanlar təbii ki, avtoqranat mərkəzinə SAS Motorsa müraciət edə bilərlər. Qarşıdan yay gəlir. Yay gəlir. Təbii ki, qranat kardan sistemi avtomobildə ən əsas sistemlərindən biridir. Aparıcı rol oynayır. Bəli. Yəni o da xarab oldu, qranat qırıldı.
avtomobil yolda qalır. Maşın düşür neytrala. Bəli. Yəni ona görə gəlsinə vaxtında yoxlayaq. Rayonlara çıxırlar, dəniz kənarına gedirlər. Gəlsinə vaxtında yoxlayaq ki, istirahət pozulmasın. Bəli. Xoş daha da gün daha da xoş olsun. Vaxtında. Yəni ciddi yanaşaq bu qranat kardan sisteminə. Çünki məsələn, əgər bunda problem varsa, avtomobil məsələn perivallarda, yolda, dağa falan düşəndə onun üstünə 100 əziyyət artığı gəlir. Ona görə də vurub həmin detal, orada içində nazik detal var. Bəli. O qırıldısa, avtomobil düşür neytrala, xalastoya, belə deyək. Yəni, yoxlama da ödənişsizdir. Yəni, bu bir daha bildiririk, uzaq yola çıxacaqsınız, istirahətə gedəcəksiniz, Allah istirahətinizi xoş eləsin, yolunuz daim açıq olsun. Amma yoxlatdığınız sonra gedin, onsuz da ödənişsizdir. Yoxlatdırın, bilsə desinlər ki, qardanat və kardan sistemi necədir, hansı vəziyyətdədir. Və görülən işlərə də təbii ki, zəmanət verilir. Aygün ustamıza buna görə minnətdarımızı bildiririk, Saş ustamıza minnətdarımızı bildiririk. Onu da qedim ki, Saş usta Aygün ustanın atasıdır və bu işi ilk görən şəxsdir də Azərbaycanda. Qardanat və kardan sistemin təmirinə bağlı və Aygün ustamız da o işi davam etdirir. Aygün usta, minnətdarıq sizə. Çox sağ olun. Xoş oldu həqiqətən də. Düşünürəm ki, bir çox məqama toxunduq. Yəni o detallar çoxdur. Təbii ki, hamısını bura gətirmək olmaz. Ayrı-ayrılıqdır. İnşallah bir dənə oradan bir süjet çəkərik. İnşallah. Göstərərik nə var, nəyimiz var, nəyimiz yoxdur. Kardan balans aparatı bilirsiniz, ən son model aparatdır, avadanlıqdır. Yəni yazılı bir il zəmanət verilir balansa, ona da. Əla. Avtoqranat mərkəzi ilə ümumiyyətlə əlaqə saxlamaq istəyənlər qranat və kardan sistemi ilə bağlı sualınız yaranırsa 077 100 30 36 nömrəsinə əlaqə saxlayın, sizə tam ətraflı məlumat versinlər. Düzdür Aygün usta? Bəli. Sağ olun. Görüşmək ümid edirəm. Buradan da izləyicilərə izlədiklərinə görə təşəkkürümüzü bildiririk. Təşəkkürlər.